Məkkə böyüyü olmaq, ümumiyyətlə bir cəmiyyətin böyüyü olan kəs sabit olmalıdır. Hansısa bir tərəfkeşlik falan etməməlidir ki, sabitlik hökm sürsün. Amma bununla belə Əbu Talib peyğəmbərin müdafiəsindədir və bunu açıq-aşkar eləyirdi. Onlar da bunu görürdülər. Amma yenə də müəyyən yerə qədər balansı saxlamaq üçün özünün də müsəlmanlığını falanını gizlədirdi. Başa düşürsünüz? Elə şeylər var idi ki, mən əminəm ki, bu mənim əqidəmdir. Allah şahiddir ki, bu əqidəmdə də zərrə qədər mənim şəkkim yoxdur, amma bunu biz isbat eləyə bilmirik də. Bu mənim əqidəmdən dolayı çıxar. Şimdi heyf ki, biz bunu isbat eləyə bilmirik, amma əminəm ki, qiyamətdə mən bunu görəcəm və görəcəyik ki, peyğəmbərin özünün göstərişi ilə mən elə bilirəm ki, elə Əbu Talib bu ikiliyi aparırdı. Bilirsiniz, bu ikiliyi aparmaq əslində peyğəmbərin göstərişidir. Çünki peyğəmbər fəsad üçün gəlməmişdi. Amma peyğəmbərin bu qiyamı, bu inqilabı cəmiyyətdə bir fəsad ruhiyyəsi yaradırdı. Amma peyğəmbər məcbur idi. Peyğəmbər məcbur idi ki, bu qiyamını, bu inqilabını edib bütün orada döyülənlər döyülürdü, əzab çəkənlər əzab çəkirdi. Bütün Məkkədə həmən dönəmlərdə, o 23 il ərzində tamamilə çaxnaşma baş vermişdi. Və bu peyğəmbər çaxnaşmaya, peyğəmbər bir sıradan bir o dəliqanlı olar, nəuzubillah, çıxar bir cəmiyyətdə bir şey eləyər. Peyğəmbər İstəmirdi cəmiyyətdə nəsə olsun. O peyğəmbər idi ki, özündən sonra Həzrət Əli Səmə demiş ki, cəmiyyətdə ixtilaf yaranmasın deyə sənin haqqında səbr elə. Yadınızdadır, İrfanda bu məsələyə toxunmanda demişdik ki, peyğəmbərin peyğəmbərliyi mühüm idi deyə bu qədər cəmiyyətdəki çaxnaşmalara rəğmən bunu etdi. Amma vilayət, imamət məsələsi insanların öz könüllü şəkildə etmələri ilə görədir deyə. İnsanlar İslamdan, yəni Peyğəmbərdən sonra davamını imamlara tərəf getməlidirlər deyə, bu ikinci mərhələdir deyə və bu ikinci mərhələ könül xoşluğu ilə olmalıdır. Çünki burada bir şərafət var. Əlbəttə, sözüm səhv başa düşülməsin. Burada vacibat var. Şiənin elə əqidəsi budur ki, imamət vacibdir, imaməti qəbul etməyənlər belədir, əməllər belədir, onlara qarşı olmaq. Bunun söhbəti yox, bu heç. Amma bir dəfə də tamam o məsələnin kökünə gedəndə biz baxırıq ki, imamət şərafətdir. Yaxşı, imamət şərafət, yəni imaməti qəbul etməyəndə müsəlman kimi dünyasını dəyişəcək. Əgər xəbəri olmayıbsa müstəzəfdir və müstəzəfliyinə görə də Allah onu cənnətə atacaq. 8-ci qapıdan da olsa içəri cənnətə atacaq. Yaxşı, amma peyğəmbəri qəbul etməmək müşriklikdir, kafirlikdir və bu isə artıq yəni zəlalətdir. Ona görə də peyğəmbər bunu etdi. Amma Həzrət Əleyhisselama dedi ki, ya Əli, imamət üçün elə ki cəmiyyətdə fəsad olmasın. Elə ki cəmiyyətdə ixtişaşlar olmasın. Elə ki cəmiyyətin sabitliyi qorusun. Və Əli və Ali Əli imamların hamısı bu işdə diqqətli oldular. Bu işdə diqqətli oldu və axıra qədər də qiyam etmədilər. Bir də İmam Hüseyn əleyhissalamda da zərurət oldu. İmamət batırdı. Ona görə bir dəfə qiyam elədi, məsələ öldü. Ondan sonra dedi ki, biz varıq. Biz Kəbə kimi, insanlar bizə tərəf gəlməlidir. Görürsünüz, buna diqqət edin. Mən mövzumu bir şeyə gətirirəm. Prosta çox geniş şəkildə gəlirəm ki, sizin üçün hər şey aydın olsun. Burada diqqət edin. Deməli, Peyğəmbər cəmiyyətdə fəsadın əleyhinə idi. Peyğəmbər cəmiyyətdə ixtişaşın əleyhinə idi. Peyğəmbər cəmiyyətə öz əqidələrini demək üçün yox, onların islah üçün, onların xoşbəxtçiliyi və səadət üçün gəlmişdi. Amma öz məsələsində qətiyyətli olmalı idi. Yola çəkilməməli idi. Yoldan çəkilməməli idi və müəyyən şeylərdə güzəştə getməməli idi. Hətta Hüdeybiyyə sülhündə biraz güzəştə getdi. Onun özünü də belə Peyğəmbər 100 dəfə açıqlama gətirdi ki, burada xeyirlər var idi ona görə. Yəni qətiyyətliliyindən dolayı müvəffəq oldu. Amma cəmiyyətdə dağılışma baş verir axı. Cəmiyyət fəsadlara sürüklənir axı. Cəmiyyətdə artıq sabitlik pozulurdu, insanların həyatı alt-üst olurdu və böyük qarşıdurma yaranırdı. Bu zamanda ağsaqqal birinin məsələlərin içinə girib gücü çatdığı qədər balansı qorumasını mənim əqidəm budur ki, Peyğəmbər özü ona təlqin etmişdi. Mənim əqidəm budur ki, Peyğəmbər ona demiş ki, əmican, bu missiyanı yerinə yetirə bilsən, İmam Sadiq deyən kimi, sən 2 qat savab alarsan. Çünki cəmiyyətin dağılmasını da istəmirəm, amma yolumdan da əl çəkə bilmərəm. Cəmiyyət mühüm faktordur, amma yolumdan da əl çəkə bilmərəm. Sən burada izzətin var, hörmətin var, ağsaqqalsan və vəzifən var.
Ona görə də sən gəl bu işi elə et ki, yaxşı olsun. Ona görə də mən əminəm ki, o bilirdi ki, bax, bu cümləmi deyim, davam edeyim. O bilirdi ki, Peyğəmbər onun ağasıdır. Peyğəmbər ona ata deyir, əmi deyir, amma o bilirdi ki, Peyğəmbər onun ağasıdır. Peyğəmbər şərafətli kəsdir. Onu bilirdi və onun Peyğəmbərin ağzına baxırdı. Əgər normal insansa belə eləməli idi. Həzrəti Yaqub Yusuf üçün o qədər ağladı. Hə? Ata balası üçün niyə ağlayırdı? Ona soruşdular. Dedilər ki, ey Yaqub, nə üçün övladımsın? Dedi, övlad deməyin, o mənim ağamdır. Axı sənin övladın dedi, övladım, amma məqam cəhətindən məndən üstündür. O mənim ağamdır deyə mən öz ağamdan ötürü ağlayıram. O məndən üstün məqamdadır. O Allahın məndən daha üstün bir varlığıdır deyə mən onun eşqi ilə ağlayıram. O mənim bioloji övladımdır deyə ağlamıram. Bax, haqq əhlinin məsələsi budur. Ona görə də Əbu Talib Peyğəmbərin peyğəmbərliyini anladısa, təsəvvür edirsiniz, Peyğəmbər peyğəmbərliyə seçəndə 40 yaşı var idi. 40 yaşında bir kişi idi, 40 yaşında. Başa düşdünüz, Peyğəmbər uşaq deyil idi ki. Əbu Taliblə əl-ələ verib əla bir sistem aparırdılar. Hətta Həzrəti Xədicə xanımın da onlara qoşulması, onların işinin ən yaxşı olması idi. Ki, xanım Xədicənin mal dövləti ilə, Əbu Talibin o izzəti ilə və o balansı qoruması ilə Peyğəmbər nə elədi? İnsanların təfəkkürlərini soydu. Nəinki onlarla müharibəyə başladı. Təfəkkürlərini soydu, düzəltdi və getdi Mədinəyə, bir də qayıtdı, gəldi, oranı fəth elədi və insanlara o səadətli həyatı və düzgün əqidəni təlqin elədi. Əbu Talibin burada əvəzsiz rolu var, əvəzsiz. Yəni belə bir insan lazım idi Peyğəmbərə. Belə bir insan lazım idi ki, ona görə də mən pərdənin arxasını yenə deyirəm, tarix görə bilmir. Amma bizim əqidəmiz budur. Amma bizim başa düşdüyümüz budur ki, Əbu Talib bunların hamısını səhmana sardı və İmam Sadiqin də o hədisi ki, o Əshab-ı Kəhf kimi ikili rol aparırdı və ona görə də ona 2 dəfə savab veriləcək. Başqaları ilə bir rol aparırdılar, amma o ikili rol aparırdı və ən mühüm işlərdən biri bu idi. Və dediyimiz kimi o öz əqidəsini gizlədirdi və belə də etməli idi. O əqidəsini gizlədib, hətta yadınızdadsa mən əvvəlinci dərslərdə də deyirdim ki, o özünü belə göstərirdi ki, güya hələ Peyğəmbərlə məsləhətləşir, güya belə deyil, bunların sözünü ona çatdırır, onların sözünü buna çatdırır, özünü belə aparırdı ki, yəni onlarda qıcıq yaranmasın, düşmənçiliyə keçməsinlər. Düşmənçiliyə keçməsinlər deyə gəlirdi Əbu Taliblə danışırdı. Hələ axırda artıq Əbu Talib də bu işlərə əl atırdı. Biraz qətiyyətini də göstərirdi. Amma əqidə məsələsində güya ki, haqq tərəfdarıdır. Güya neytral insandır. Güya Həzrət Muhammedin də dinində deyil, bunların da dinində deyil, ortada bir haqq tərəfdarı kimi özünü aparırdı. Amma o, necə deyərlər, iman gətirmiş adam.